Sülh Şurasına qoşulmaqla Azərbaycan hər şeydən öncə öz iqtisadi cəlbediciliyini artırır. Son 20 ildə ölkə iqtisadiyyatına 350 milyard dollardan artıq sərmayə qoyulub. Şuranın təqdim etdiyi layihələrin yardımı ilə Azərbaycanın cəlb olunan investisiyaların ildən ilə artacağı gözlənilir. Ölkənin bu məsələ ilə bağlı nümayiş etdirdiyi strateji mövqe hər şeydən öncə xarici sərmayələrin qorunması prinsiplərinə əsaslanır. Bu isə uzunmüddətli iqtisadi əməkdaşlıq üçün çox vacibdir. Əslində Azərbaycanın Sülh Şurasına qoşulma tarixini 2025-ci ilin 8 avqustu ilə başlamaq olar. Həmin tarixdə Ağ Evdə Donald Trump, İlham Əliyev və Nikol Paşinyan arasında Zəngəzur dəhlizi ilə bağlı əldə edilən anlaşmadan sonra Azərbaycan iqtisadiyyatı üçün yeni ixrac istiqaməti yaranıb. Bunu Dövlət Gömrük Komitəsinin nümayiş etdirdiyi statistik göstəricilərdən də aydın görmək olur. 2025-ci ilin 12 ayının ixrac göstəriciləri siyasında müstəqillik tariximizdə ilk dəfə olaraq Ermənistanın da adı çəkilir. Ötən il bu ölkənin Azərbaycanla ticarət dövriyyəsi 790 min dollara bərabər olub. Bu Azərbaycandan Ermənistana benzin ixracını əks etdirir. 2026-cı ilin yanvar ayında bu göstərici 2,4 milyon dollara qalxıb. Göründüyü kimi Azərbaycan iqtisadiyyatı üçün artıq yeni ixrac istiqaməti yaranıb və ekspertlər Ermənistanla illik ixracımızın orta perspektivdə 300 milyon dollara qədər yüksələcəyini ehtimal edirlər. Bura neft məhsulları ilə yanaşı təbii qaz, metallurgiya məhsulları və sair daxil olacaq. Qeyd edək ki, Ermənistanda Qarabağ klanının azsaylı tərəfkeşləri istisna olmaqla bütünlükdə ictimai rəy Azərbaycanla ticarət əlaqələrinin inkişafını dəstəkləyir. Bu ölkə hətta Rusiya ilə əlaqələr istiqamətində itkilərə də hazırdır. Rusiya tərəfi artıq müəyyən cərimə rəqəmləri də səsləndirir. Məsələn, Rusiyanın keçmiş müdafiə naziri Sergey Shoygu son 20 ildə Ermənistan dəmir yollarının inkişafına 400 milyon dollara yaxın investisiya qoyduqlarını xatırladır və həmin vəsaitlərin İrəvandan tələb edilməsinin vacib olduğunu deyir. Ekspertlər Ermənistanın bu cür potensial itkilərinin artacağını bildirirlər. Amma Zəngəzur dəhlizinin vəd etdiyi gəlirlər yetərincə yüksək olduğuna görə erməni ictimaiyyətinin böyük çoxluğu sülh sazisini dəstəkləyir. Hər halda Zəngəzur dəhlizi ilə ildə 15 milyon tona yaxın yük ötürüləcək və bu hər iki ölkəyə böyük gəlirlər vəd edir. Azərbaycan iqtisadiyyatı bu dəhliz vasitəsilə Avropa və Yaxın Şərq bazarlarına qeyri-neft məhsullarının ixracı üzrə yeni imkanlar əldə edəcək. Ölkə iqtisadiyyatının dayanıqlı və ardıcıl inkişafı dərinləşəcək.